Ne oldu? Ne oldu? Ne oldu usta? Ne oldu usta? Ha kardeş, bir de böyle oldu. Böyle oldu. Deməli, hər vaxtınız xeyir olsun. Nədən danışmaq istəyirəm? Honda CR-V-dir. Bu teçkası var. Böyüdür teçkası. Gün yarıma 2 gün akkumulyator öldürür. Hərdən birdən avtomobil sahibləri elə bilirlər ki, yəni bu prosedur çox belə, yəni elə doğru nədir, sxemə baxdı deyil. Gördün, 5 dəqiqə içində həll elədi, 1 saata həll elədi. Xeyr yoldaş. Artıq başım gedir, belə deyək, beyin qaçıb və demək olar ki, qərar vermişəm ki, bütün avtomobili söküm. Amma yəni mən bu avtomobilə qalib gələcəm. Bunun o yan bir yanı yoxdur. Yəni bu dizin qoyacam bu avtomobilin yerinə. Amma məsələ ondan ibarətdir ki, hərdən birdən tok tikisinin axtarışı, hər hansı bir nasazlığın axtarışı belə deyək də vəhşi bir, vulqar bir prosesə çevrilir və hərdən birdən bir belə mundar bir, hələ mən çox şey yığmışam ha yerinə, mundar bir mənzəriyə çevrilir və biz burada belə bir şeylər eləmək məcburiyyətində qalırıq. Bütün hələ mən sizə göstərim. Yəni kavralinin altı falan. Yəni avtomobil sökülə yedi. Multimediyanı yığmışam yerinə. Heç nə. Axtarıb tapacam. Yəni başqa variantı yoxdur. Bunu lap istəsəz sizə də göstərərəm. İstəsəz yəni göstərərəm. Amma hələ ki yavaş. Deməli bu 23 amperlik qoruyucunu 23-cü qoruyucunu çıxardanda 10 amperlik qoruyucunu çıxardanda bu avtomobil yatır. Gəlin göstərim. Başım gedir artıq 2 gündür vuruşuram oyla. Əsəb eləyib məni. Hə, işin qiymətini yazarsınız. Xoşlayanlar var, işin qiyməti. Deməli belə. Gördünüz? Yatdı. Deməli bu qoruyucu cavab verir nəyə? Telefon blokuna. Bu avtomobildə yoxdur. Arxaya vermə işıqlarına ayırmışdım. İştəkərlərinə kimi ayırmışdım. İndi yığmışam, sallamışam orada. O deyil. Yəni ora deyil. Magnitolaya. Magnitola deyil. Yəni magnitola deyil, ayırmışam. Priboru ayıranda bir balaca uteçkası düşür. Bir balaca. Amma çox az düşür. Yəni deməli belə. Ben bilirsiniz də ayırdım. Bax, düşdü. Amma çox az. Yəni 41-dən düşdü 0.3-ə. 300 mAh çəkir. Sonra nəyə cavab verir? Yəni belə şeylərə cavab verir. Sonra hands free Bluetooth modulu. Bu yoxdur bunda Bluetooth modulu. Burada özür istəyirəm, yaxaladım. Yerə düşmədi. Deməli burada Bluetooth'un olduğu barəsində yəqin ki bu mikrofondur. Mən belə başa düşdüm. Mikrofon var bu maşında. Bilmirəm var yoxdur. Amma modulu tapa bilmirəm. Yəni modul əslində yerləşməlidir. Deyir baba burada, baba burada. Ya da o tərəfdən baba deyir baba burada. Yoxdur, o modul yoxdur bu avtomobildə. Qərara gəldim ki yuxarını söküm yoxdur. Pribordan sonra vəziyyət belədir. Multimediyanı yenə də deyirəm, söküb çıxartmışdım diri hamısını. Magnitolanı zad ayırmışdım, yəni oralıq deyil, kondisionerin blokunu ayırmışdım. Oralıq deyil, onları yığdım yerinə ki, o sərgəli görsənsin. Videoda mundar görsənməsin. Şö. Dəlşə. Nə olacaq, sökə-sökə gedəcəm. Yəni, tapacam. Yəni, başqa variant yoxdur, tapacam. Sadəcə olaraq
Onu demək istəyirəm ki, avtomobili təhvil verirsiniz, təhvil verəndən sonra, yəni üzr istəyirəm, nə olduya düşməsin də, nə oldu? Nə oldu? Nə oldu usta? Nə oldu usta? Hə qardaş, bir də belə oldu. Belə oldu. Nə olacaq? Baş gedir. Davam eləyək. Honda ilə bu qədər. Belə. Hə, qapını bağladı. Ona görə. Belə. Qoruyucu da yerindədir. Belə, yəni avtomobil hərdən birdən tabi olmaq istəmir. Öz, necə deyirlər, əndazəsindən çıxır. Ona görə də məcbur oluruq belə, rus demişkən də belə, patina krayına yeməyə. Gözləyə görə yatır, yatmalıdır. Yatdı axı bayaqlar. Nə oyandı? Hə. Burada bunun cəftəsi var axı. Basma. Hadi. İndi bu dəqiqə yatmışdı. Hop, yatdı. Belə. Sənə göstərmək istəyirəm. Honda'nı yığdım yerinə. Gördüyünüz kimi hər şey səliqəli. Problem bu qapıdaydı. Qapının düymələrində. Qapının düymələrindəydi. Nəysə, bu bir dərd. Buranı da yığdım, burada səliqəlidir, hər şey yerindədir. Deməli, nə göstərmək istəyirəm? Bilmirəm, Yapon mütəxəssisləri həmin vaxtı nə yeyiblər, nə içiblər, nə ediblər Yapon mütəxəssisləri. Gördüyünüz bu düymələrin kojikini yerindən çıxartmaq qeyri-mümkündür. Yəni, çıxmır. Nə qədər poddivat elədim, dartışdırdım, çıxmadı. Yəni, arxasını çevirib baxanda görürsünüz ki, onlar ora belə samarezlərlə bağlıdır. Burada yəni, əl ayağı girmir ki, mən onu açım, nə tərsə açım. Nəysə, bir təhər, deyib, bu gördüyünüz küncdəki, dibdəki samarezi açıb, bu botları, xırda botları. Yəni, o da dəstəyi çıxardandan sonra, qapı dəstəyini çıxardandan sonra, qapı dəstəyini də çıxartmaqdan ötürü, qapı dəstəyini də çıxartmaqdan ötürü 2 dənə belə bir, İki dənə belə kranşteyn var, onlar açılmalıdır. Görün, nə qədər şürük basmışam. Kranşteyn açılmalıdır, sonra bu qapı dəstəyi çıxır. Qapı dəstəyi çıxandan sonra bəlkə bu samarezlərə əgər xüsusi atvertkanız varsa, vintacan varsa, girib açıb düymələr blokunu çıxardacaqsınız. Düymələr blokunu da çıxardandan sonra belə bir mənzərə ilə qarşılaşa bilərsiniz. Bilmirəm, burada bizə nə kömək eləyər. Bilmirəm. Təmizləyəcəm. Kontakt klinerim var. Fırça ilə falan təmizləyərəm. Paykası qopan yeri varsa paykalayarım. Lehimləyərəm. O divanda oturub komment yazanlardan ötürü. Lehimləyərəm. Bir də baxarıq görək nə olacaq. Bilmirəm, bura necə su gedib belə. Nəysə. Davam eləyək. Yəni, bu maşın mənə yordu. Konkret yorub, ha. Amma yəni, nəticə var. Nəticə olduğuna görə belə də xırda xoşbəxtəm. Davam eləyək. Deməli, belə bir kontakt klinerlə təmizlədim. Keçirdim platan yerinə. Görünüşü bu cürdür artıq. Gördüyünüz kimi. Bayaqkindən kəskin fərqlənir. Yəni, tərtəmizdir demək olar ki. Eləcə də bu birisi tərəf. Üflədim, təmizlədim. Burada bir dənə belə, yəni, belə bir ayağın
birləşmə yanması var. Daha çox barmaqlamaq istəmədim. İstədim payka eləyim, sonra fikirləşdim ki, yox, olan da xarab olar. Görüntü də budur. Vəssalam. Bitirdik bu maşından. Qapını da yığım yerinə bitsin. Yığan yerdə elə Aqil gəldi, çıxdı. Sağ olsun. Şö. Qapı da hazır yerində. Deməli, problem nə idi? Bu düymədə idi problem. Avtomatın düyməsində. Yəni, şüşə qaldıranın avtomatındaydı. Onun, belə deyil, düymənin içində qısa qapanma var idi. İndi bitər, onu calaq-culaq eləyib, yamaq-yumaq eləyib, axır düzəltmişəm. Belə qalxır da. Deyən. Şö. Belə qalxacaq. Belə. Belə də düşəcək. Belə. Belə düşəcək. O tərəfdə işləmirdi, oranı düzəltdim. Düşür. Qalxır. Bu indi nə vaxt alınar? Əslində bu plat alınmalıdır da. Bu plat alınmalıdır. Platan alar, inşallah salamatlıq olsun. Dəyişərik. Vəssalam. Honda haqqında bu qədər. Belə.